şəkildə bu gün görürsünüz ki, iqlim kəskin şəkildə dəyişir, birdən yağış, soyuq, birdən isti və bu gün lap isti. Bu iqlim dəyişikliyi təbii ki, insanların həm sinir sisteminə təsir edir, həm ürək qan damar sisteminə təsir edir. Xüsusilə allergiyası olan adamlar indi daha çox istəyirlər ki, doktor dərimdə səpkilər, üzümdə, üzümün gah burasında qaşınma olur və yaxud da ki, bəziləri toz olanda, bəziləri heç nə olmadan əsəbləşəndə bunların olduğunu qeyd edirlər. Yəni, bütün hallarda orada həm neyrodermit olanda, həm allergik həssaslığı olanda insanlara nəyəsə allergiyası olanda, yəni hər şeydən səpki də yarana bilər, qaşınma da yarana bilər, hətta qurd xəstəliklərində də qaşınma ola bilər, nevrozlarda da qaşınma ola bilər, ayrı-ayrı qidalara həssaslıqda da qaşınma ola bilər. Ancaq təbii ki, ən əsas odur ki, bu gün dediyim kimi iqlim dəyişikliyi çox xəstəliklərin kəskinləşməsinə səbəb olur.